Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar məktəblərdə 11 gün dərs olmayacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib. Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq. Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. 28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək. Beləliklə, bayramlardan sonra məktəblərdə ilk dərs günü mart ayının 31-də olacaq. Qeyd edək ki, ümumilikdə isə şənbə və bazar günləri, yəni 1, 7, 14, 15 mart, 8 mart Novruz və Ramazan bayramları nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.